Hər birinizə salam. Ərey Test Bankı ümumi sınaq 4. Gəlin başlayaq ilk sualımızdan. Deyir göstərilən istinada əsasən uyğunluğu müəyyən edin. Bir də ATG verib bizə və hara istinad edir? Qlobal, yəni internetdə yerləşən Array.az səhifəsinə, veb səhifəsinə. Əla. İstinad göstəricisi olaraq da bir dənə wave.png lokalında olan qrafik faylı istifadə edib. İstinad olunan fayl qlobal şəbəkədə olan veb səhifə 1-ə getdi Y. İstinad göstəricisi isə lokalda olan qrafik fayl 2-yə də getdi A. 1Y 2A. Cavabım oldu A variantı ilk sualımda. Sonra ikinci suala baxaq. Deyir mətn redaktorunda yazılmış, hazırlanmış sənədin ilkin variantı 5 abzasdan ibarətdir. Nədir? İkinci abzas seçilmiş və backspace düymələri sıxılıb. İkinci abzası seçib silib. Əla. Dördüncü abzası seçib Ctrl X-a basıb. Yəni dördüncü abzas götürüb əlində. Hal-hazırda burada dördüncü abzas yoxdur. Əla. Sonra nə edir? Birinci abzası seçir, Ctrl C eləyir. Biri kopyaladı, əlində biri var. Kursor sonuncu abzasın sonuna gətirilir və Ctrl V. Bu kopyalamışdı, bunu bura, yəni AAA-nı bura yapışdırdı bir dəfə. Əla. 3 dənə A idi, mən 4 dənə yazdım, nəsə. Yapışdırdı ora. Sonra nə edir? Cəld giriş zolağında yerləşən ANDO əmri, yəni son əməliyyatı ləğv edir. Bu A-nı yapışdırmışdı, bunu sildi. Deyir bu əməliyyatlardan sonra hansı formada olar? Heç nə. Deməli mən tək hərflə bura yazım. A, sonra altında C var, Y var. A, C, Y formasında olacaq. Baxıram, görürəm ki, cavabım olacaq. Neçənci sualım idi bu? İkinci sualımda cavabım oldu Y variantı. Davam edək. Deməli, Euler-Venn diaqramına uyğun bəndləri seçin. RAM-ROM, əla. Sistem nöqtəsi üzərində yerləşir hər ikisi. 1 getdi ortaya. Operativ və ya müvəqqəti yaddaş adlanır. Bu RAM. 2 getdi RAM-a. BIOS proqramlar toplusunu özündə saxlayır. Bu ROM-dur. Daxili yaddaş qurğusu da hər ikisi. Kompüter sönən kimi orada saxlanılan bütün verilənlər silinir. Bu RAM-dır. Müvəqqəti yaddaş deyilir daxil. Deməli, RAM-a 1-ə getdi 2, 5. Cavab olacaq elə B variantı. Üçüncü sualımda çünki 2, 5 gedən. Yəni B variantındadır. Keçdim növbəti suala. Access proqramında sahə tipi deyil. Text var, yes no var, currency pul vahidi tipi var. Table proqramında sahə tipi deyil. Table cədvəldir. Cədvəl necə sahə tipi ola bilər ki? Yəni sahə nədir? Sütunlar. Baxdıq 5-ci sualımıza. A bölüşdü B şərtini ödəyən A və B tam ədədləri girişə verilmişdir. Gəl A-ya A-çın girişə verilən ədədə deyək X, B-çin girişə verilən ədədə deyək Y. Əla. Neynir? A-ya mənimsədir X plus Y. Sonra neynir? B-yə mənimsədir 2 vurulsun X plus Y. A-ya mənimsədir, A-ya da yenə eyni şey mənimsədir də 2 vurulsun A deməkdir bu. 2 X plus Y. Niyə? Çünki A plus A 2A edir də. 2A yuxarıdakı kimi. Sonra nəticədə nə olur? Nəticədə B-yə sonra təzədən mənimsədir B plus 1. B-nin son qiyməti 2 vurulsun X plus Y idi. Bunun üstünə də bir dənə 1 gəlir. İndi hansı münasibət ödənər? Hansı münasibət ödənər? Bərabər deyirlər. A bərabərdirmi 2 dənə B-yə? Yox. B kiçikdirmi A-dan? Yox. B böyükdür A-dan. Olacaq cavabım D variantı. Bu da ödəmir, bu da ödəmir. Neçənci sual idi bu? Deməli 5-ci sualda oldu cavabım D variantı. Baxaq 6-cı sualımıza. Uyğunluğu müəyyən edin. 16-lıq say sisteminin rəqəmləri müxtəlif ən böyük 2 rəqəmlə ədədir. Bu F7. F7. Bunun 16-lıqdan 10-luq say sisteminə keçirəsi olsaq, 15 vurulsun 16 üstü 1 plus 14'dür. Normalda 16'ya 16'ya vursam 256, ondan 15 vahid, ondan bir dənə 16 çıxanda 240 bu eləyəcək. Üstünə də 14 gələndə eləyəcək 254. Yəni 1-ə getdi D. 8'lik say sistemin rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli ədədir. Bu 1, 0, 2 olacaq 8'lik say sistemində. Bu da 10'luğa çevirəndə 0, 1, 2, 8'in kvadratı plus 2, yəni 64 plus 2, 66. 2'yə getdi A. 2'lik say sistemin ən böyük 9 rəqəmli ədədi 2 üstü 9 minus 1'dir, yəni 511, 3'ə də getdi C.
1D2A3C. 1D2A3C. Cavabım oldu B variantı 6-cı sualımızda. Keçdim 7-ci sualımıza. Web səhifədə göstərilən cədvəli formalaşdırmaq üçün HTML-də yazılmış kod fraqmentində sual 1, sual 2, sual 3-ün yerinə yazılmalı olan tagləri müəyyən edin. Əla. Suallar deməli table tagin. Table tagin tr taglərin arasında ya th olur, ya da td olur. Td olur. İndi baxaq. Fikir verin. Ad, soyad qalınla yazılıb. Deməli burada sual 1 th tagiymiş. İkinci TR-mə baxsam. Burada sual 2-lərə yəni nəzər yetirsəm. Burada yenə sual 2-lər hara düşür? İkinci sətirdə bu bura. Anar Rəşidov bir də nömrəyə. Əla. Burada isə yenə eyni qaydada bizdə nə olacaq? Bizdə nə olacaq? Burada TD tag olacaq. Fikir verin. 2 dənə eyni tag var. TD tag var. Bir dənə də ya bold olacaq ya strong. Çünki Anar Rəşidov sözü qalın yazılıb, düzdür? Bu ya bold tag iləndir, ya da strong tag ilə. Burada əgər th olsaydı, bura yazmağa bir tag tapmayacaqdım. O səbəbdən ya bu gərək strong olsun, ya da ki B. Hələlik B tagi yazıram. İndi nə oldu ardıcıqlan? TH, TD, bir də bold. Baxaq indi. TH, TD, bold. Cavab var, elə B variantında. Neçənci sual idi bu? 7-ci sualda cavab oldu B variantı. Baxaq 8-ci sualımıza. Aha. Gəlin biraz yer olsun deyə bunu götürüm gedim. Word-da yazaq, həll edək. Atdım Word-a. Nə deyir? Deyir ki, elektron cədvəlin B2 xanasına K bərabərdir K vurulsun A2 plus B düsturu yazılmışdır. B2 xanasında olan düstur B3 və B7 diapazonundakı hər bir xanaya köçürülüb. Əla. Deməli, B2 xanasında belə bir düstur var idi. K vurulsun A2 plus B. Bunu B3-ə... Oy, bu nə tə ürək çəkdi. Deməli, B3-ə, B4-ə, B5-ə, B6-ya, bir də B7-yə köçürür. İndi hamısında köçürəndə prinsipcə eyni qayda ilə olacaq da. Mən birini köçürüm. Nə dəyişəcək? Bu sətir olaraq artı deyə K yerində qaldı, ədəddir, natural ədəddir. A2 olacaq A3 plus B. K vurulsun A4 plus B. K vurulsun A5 plus B. Hamısı eyni şey olacaq. K vurulsun A6 plus B. Bu da K vurulsun A7 plus B şəklində olacaq. Bərabərlərdə yerində. Baxın, bizə nə deyir? Deyir, sonra B2, yəni bu diapazonu seçib, bu xətti diaqramı qurub. Onda belə çıxır ki, bunun qiyməti 14 imiş, bunun qiyməti ikinci xana neçə imiş? 8 imiş. Bunun qiyməti 10 imiş, bunun qiyməti 4 imiş, bunun qiyməti 12 imiş, bunun da qiyməti 6 imiş. Deməli, bu formada imiş. Düzdür, bunların hamısını yazmağa bizə ehtiyac yoxdur sualı həll eləmək üçün. Mən sadəcə görəsiz, tam aydın olsun deyə yazıram. Amma biz həll edən zaman 2 dənəsini yazmağımız kifayətdir. Niyə? Bunların çünki 2 dənəsindən mən indi B2 ilə B3-ü sistem tənliyə salıb rahatlıqla K-nı tapa bilərəm. Deməli, alt bal çıxsam, daha doğrusu necə tapacam? Burada indi əlavə davamlı oxuyaq. Deyir, məlumdur ki, A2, A6 diapazonundakı xalanların qiymətləri ardıcıllıqla budur. Yəni, bu 6-dır, bu 3-dür, bu 4-dür, bu 1-dir, bu 5-dir. Bir də A7-ni bilmirəm. O da rahatlıqla tapacam. Niyə? Bunları bilirəm, hə? Alt-bal çıxası olsam, bu 6K plus B-dir, bu da 3K plus B-dir. Alt-bal çıxsam, nə qalacaq? Qalacaq 3K bərabərdir 6-ya, K da bərabərdir 2-yə. K da 2-yə. Burada da K-nın yerinə 2 qoysam, 2-dən 6 B də 2 olmuş olur. K da 2, B də 2. İndi rahatlıqla gətirib burada 2 vur A7 plus 2-ni yerinə qoyası olsam, bərabərdir 6-ya. Avtomatik olaraq A7-ni 2 tapmış olacam. Əla. Bizə də indi deyir ki, A7 xanasına yazıla biləcək düsturu seçin. Elə bir düstur olmalıdır ki, nəticəsi 2 olsun. Burada A2 bölünsün A3. A2 6 idi, A3 3-dür. Böləndə 2 eləyir, bu olar. B2 minus B3. B2 14 minus B3 eləyir 6 bölünsün.
A3, yəni 6 bölünsün 3, 2. Bu da 2 eləyir, bu da olar. Sonra A2 minus A3. A2 minus A3 3 eləyir, olmaz. Sam A2, A4 1-3-ü tapmışam. Gəlin sürətləndirək də. 1-3 tapmışamsa 1-3 7 olacaq cavabım A variantı 8-ci sualımızda. Davam eləyək. 8-də də A variantını qeyd elədik. Baxaq 9-cu sualımıza. Yenə gəlin gedək bir dənə Word-də açaq, həll edək. Sürətli olsun. Bunu silək. Yenə bir dənə təhlil sualımızdır. Nə deyir? Ərri tədris mərkəzinin 6 şöbəsi var. 2, 2, 4, 5, 6, 7 nəfər də əməkdaşı var. Əla. 6 şöbə, 7 nəfər də əməkdaş. Gəlin belə eləyək. Şöbələrin əməkdaşa əlaqə saxlayan bir dənə. Deməli 6 dənə şöbələri yazacağam sütunlardan. 7 dənə də əməkdaşdır. Belə cədvəl çəkəcəm. Birinci şöbə, ikinci şöbə, üçüncü. Ya gəlin belə eləyək də, heç belə şöbələri qeyd eləmirəm diaqramımda. Bir dənə bura sütun əlavə eləyək. Buradan yazıram nə? Baş hərfləri ümid edirəm fərqli olar. Anar, yadigar, elsəvər, pərviz, könül, səxavət, Cavid. Əla. Buradan da aldıqları qonorarları ilk rəqəmləri yazır. 50 nəsə 50 yazaq. 50, 70, 100, 120, 150, 200, 300. Əla. Bu qədər qonorar alıblar. Şöbələrdəki 6 dənə şöbə var. Əla. İndi gəlin başlayaq həll etməyə. Deməli, götürdüm yenə qələmimi buradan. Deyir ki, hərə bir nəfər bir dənə qonorar alır. Bunu bildim. Əla. Deyir, birinci şöbənin əməkdaşı olan Anar 50 manat qonorar aldı. Anar 50 manat. Aha. Deməli, başqa 50 manatı heç kim ala bilməyəcək. Buralığa minuslarımı bu formada düzə bilərəm. Buradan başqa bir şey çıxası 4. Üçüncü şöbənin əməkdaşı olmayan Pərviz. Bir dənə, Anarın birinci şöbə olduğunda qeyd eləyirəm. Üçüncü şöbənin əməkdaşı olmayan Pərviz 100 manat qonorar alıb. 100 manat alıb və üçüncü şöbənin əməkdaşı deyil. Bunu yadda saxlayaq. Pərvizin 3 olmadığını. Bunun altından bir dənə xətt çəkirəm. Deyir ki, 6-cı şöbənin əməkdaşı olan Cavid, 6-cı şöbənin. Bu şöbənin əməkdaşı olan Səxavətdən, Səxavət də 6-cı şöbənin əməkdaşıdır. 2 dəfə çox qonorar aldı. Əla. Deməli, Cavid Səxavətdən 2 dəfə çox qonorar alıbsa, Səxavət 70 olsa 140 yoxdur deyə ola bilmir. Səxavət 120 olsa 240 yoxdur deyə ola bilmir. Səxavət 150 olsa əla. Cavid də 300 olar. Bu hal mövcuddur. Bu halı bir dənə yeganə bu haldadır ki, Cavid Səxavətdən 2 dəfə çox qonorar alsın. Əla. Minuslarımı da sütun sətr üzrə düzdüm. Sonra davam edirəm. Könül 200 manat qonorar aldı. Əla. Bunların ikisi qeyd. Könül 200 manat. Gəldim, plusmu qoydum. Minus, minus. Minus, minus. Sonra deyir ki, ikinci şöbənin əməkdaşı 5-ci şöbənin əməkdaşından 130 manat az qonorar aldı. İkinci şöbə neçənci şöbədən? 5-ci şöbədən 130 manat az. Burada nədən 130 az? 270-dən 70 daha doğrusu 200-dən 130 az. Yəni 130 fərq var. Deməli, ikinci şöbə buradır. 5-ci şöbənin əməkdaşı, yox, daha doğrusu 2 buradır, 5 buradır. Silin biraz səliqəli yazım. 5-ci şöbədə buradır. Aha. Davam edir. Yadigarın 70 manat qonorar aldığı məlumdur. Yadigar 70 manat alıbsa, avtomatik Elsəvər 120 manat qonorar almış olur. Yadigar ikinci şöbə olmuş olur. Yəni 5-ci şöbə könüldür. Demək 1, 2, 3-cü şöbə Pərviz olmadığına görə Elsəvər olacaq. Pərvizə də bir dənə qalacaq 4-cü şöbə. Burada demişdik 3 Pərviz deyil.
İndi Elsəvər soruşur, hansı şöbədə neçə manat? 3-cü şöbədə 120 manat qonorar alır. Cavab olacaq bizim üçün 9-cu sualda B variantımız. 3-cü şöbədə 120 manat. Davam edək. Əlifbanın simvolları sıfırdan başlayaraq onluq say sistemində nömrələnmişdir. Yəni A0, B1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 nəsə də bu formada gedir. Qeyd elədim ki, indi soruşacaq bu ehtimal. Girşə ixtiyarı ədəd verilir. Ədədin hər bir rəqəmi 2 dəfə artırılaraq üzərinə 8 əlavə olunur. Hər bir rəqəmdə alınan qiymətə uyğun sıra nömrəli simvol əlifbadan seçilərək həmin rəqəmin əvəzinə yazılır. Deyir girişə hansı ədəd girişə verilsə, onun şifri bu formada olar. Deməli, şifrdə ilk U ilə başlaması üçün, demək K10 oldusa, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20. Demək 20 alınıb ki, U yazıb. Üstünə 8 gəlib 2 dəfə, daha doğrusu 2 dəfə artırıb 2x plus 8 olubsa 20. Deməli bu 6 imiş. 6. 6 vur 12 üstə 8. Demək 6 ilə başlayırmış. Heç davam eləməyə ehtiyac yoxdur. 10-cu sualda cavabım oldu D variantı. Baxıram 11-ci suala. Deyir proqramın nəticəsini müəyyən edin. Əla. Mənfi deməli nə var bizdə? Mənfi 1200-dür, düzdür? Neynir? ABC. ABC nədir? Absolutun qısaltmasıdır modul. Olur modulda 1200, bu da olur üçün 1200. Sonra deyir ki, int mez.sqrt nədir? Kök altda. Kök altdan 1200. Deməli kök altdan 1200-dən deməli təxminən neçə çıxır? 1200, 1200. 34 olur, 35 olanda keçir də, düzdür? 34 tam neçə çıxır? 34 tam neçə? Nəsə də 34,2 deyirəm. Fərqi yoxdur, çünki bunun int hissəsini alacaq, olacaq 34. Əla. İndi baxın. M plus K 1200 plus 34, 1234. Separate işləyir, arasına qoyur string K, yəni 34. Sonra cover 2, 64, 68-i yazır. 1234, 34, 68. Cavab oldu 11-ci sualımızda A variantı. Davam eləyək. Növbəti sualımızla, deməli 12. Deyir nə? Proqramın icrasından sonra x dəyişənin çıxış qiyməti 26 olarsa, A və B dəyişənlərin cəminin ən kiçik qiyməti müəyyən edin. Deməli, bu 26 olubsa, ya buradan gəlib 26, ya da buradan. Baxaq indi birinci ala. 4A plus 26-ın 4A plus 7-nin 26 olması üçün 4A gərək 19 ola. A da natural ədəddir deyə bu hal mümkün deyil. Deməli, bu şərt ödəməyib, A B-dən böyük olub, gedib LC-yə. Nə olub? Bəs 3B plus A bərabər olub 26-ya. Əla. Bizdən AB dəyişənlərin cəmi ilə kiçik qiymətini istəyir. Bacardığı qədər ikisini kiçik götürməliyəm. Və AB-nin kiçik olması üçün B-nin əmsalı daha böyükdür. B-yə daha böyük bir şey verməliyəm ki, gəlib tez 26 olsun. Əgər 7 versəm, 3-dən 7 21, A-ya 5 qalacaq. Bu şərt pozulacaq. Bu şərtdə ödəməlidir. 7 verəmədim. 6 versəm, 3-dən 6 18, bu da gərək 8 ola. 6, 8, yəni B6, A8 olsa, bu şərt ödəyir və ən kiçik qiymətdə elə 6 plus 8, yəni 14 olacaq 12-ci sualımızda cavab Y variantı. Baxaq 13-cü sualımıza. Deyir, anar ifadəsində olan simvolların hər biri ASCII kodlaşdırma cədvəlindəki onluq kodların ardıcıllığı bu formadadır. Yadigar ifadəsində olan simvolların hər birini ASCII cədvəlində olan 16-lıq say sistemindəki kodların ardıcıllığı müəyyən edir. Anar A ilə başlayır. A-nın onluq kodu 65-dir. Gəlin 65-i çevirim 16-lıq say sisteminə.
onluqdan. Bu 4 dənə 16 üstü 1 var. Yerdə də bir dənə 16 üstü 0 qalır. Nə olur? 4 1. Demək A-nın 10-luq kodu, A-nın 16-lıq kodu 4 1 imiş. Yadigarın da sonundan ikinci simvolu 4 1 olmalıdır. A variantı getdi, bu getdi, bu getdi. Qaldı D-lə Y variantı. Rahatlıqla cavabı tapırıq. İkinci simvolu fikir ver. Y variantında eyni deyil axı. Birində kiçik adı, birində böyük adı. ASCII-də də biz bilirik ki, bunlar bir-birindən fərqlənir. Kiçik simvollar daha sonra gəlir deyə kodlar daha böyük olmalıdır. Cavab olacaq D variantı. Davam eləyək 14-cü sualımızdan. Deməli 13-cü sualda cavab oldu D variantı. 14-cü sualımız. C1, J1 C1, J1 diapazonundakı ədədlərin faktoriallarının uyğun olaraq C2, J2 diapazonunda əldə etmək üçün C2 xanasına düstur yazılmış və D2, J2 diapazonunda olan bütün xanalara köçürülmüşdür. C2 xanasına yazıla biləcək düsturları müəyyən et. Bura düstur yazıb, hə? Və uyğun olaraq bunu bura köçürəndə, məsələn, bura köçəndə 4 faktorialı əldə eləyib. Sonra bura köçəndə 5 faktorial, burada 6 faktorial. Nə yaza bilər? Bunu necə rahatlıqla təyin edə bilərik? Tutaq ki, buradayam. Buradayamsa 6 faktorialı əldə eləmək istəyirəmsə, bundan əvvəldə özündən əvvəldə 5 faktorial var, üstündə də 6 var. 5 faktorial 6-ya vurub tapa bilərəm də. Məndən əvvəldə 0 faktorial var, üstündə də 1 var. 0 faktorialı 1-ə vuraraq, yəni B2-ni vuraraq C1-ə əldə edə bilərəm də uyğun faktorialı. Sonra bura keçirəndə nə olacaq? Bu səfər C2 vurulsun D1 olacaq. Və bu formada hər birinə uyğun faktorialı hesablayacağam. Deməli, onsuz sütun olaraq sürüşdürəcəm deyə mənə də sütunları dəyişmək lazımdır. Yəni bu formada ola bilər. B2 dollar 2 vurulsun C1 və yaxud B2 vurulsun C dollar 1 və yaxud hər ikisi rəqəmin qarşısında dollar. Amma sütunun qabağında dollar olmaz, çünki sütun olaraq dəyişməlidir ki, gəlib məsələn 7-yə çıxanda H2 vurulsun, I1 olsun. I1-dir, I1-dir, nəsə o. Baxaq indi B2 vur C1. C1 vur B2 qabağında dollar olmaz. Bu olar. Bu da olar. Bu da olar. C1 vur B2 bu da olar. Bu olmaz, bu olmaz. Nə oldu? 2, 3, 5, 7. 2, 3, 5, 7. Cavab oldu 14-cü sualda B variantı. Baxıram 15-ci suala. Verilənlər bazasının strukturuna əsasən doğru fikirləri müəyyən edin. Kredit miqdarı 64-dən çox olan fənnindən A qiyməti alan tələbənin doğum ili 1994-dür. 60-dan çox olan 111 aidilidir. 111 aidili fəndən A qiyməti alan 111 45 62 3-dür. 45 62 3. Onda doğum tarixi 1994-dür. Düzgün fikirdir. 1. Yaşca ən kiçik olan tələbə 102 aidili fəndən A qiyməti alıb. 102 yaşca ən kiçik kimdir? Jasmindir. 85 23 5. Hansı aidili? 102 aidili fəndən. 85 102 aidili fəndən. 85 102 aidili fəndən. Nə alıb? B qiyməti alıb. Nə deyirdi? Bu A qiyməti alıb, səhv deyir. Fənn aidisi ən kiçik olan fəndə bütün şagirdlər B. Fənn aidisi ən kiçik 102-dir. 102-dən bütün şagirdlər B almayıb. Belə 45 62 3 aidili adam A alıb. O da kimdir? Anar Rəşidov. Deməli, bu da səhv fikirdir. Bütün fənlərdən A qiymət alan tələbənin soyadı Rəşidovdur. Görək bu 45 62 3 hamısından A alıb. Burada A'dır. Burada A'dır. Burada A'dır. Bəli, alıb. Deməli 1 4 oldu bizim doğru cavabımız. C variantı oldu. Harda? 15-ci sualda C variantı. Davam elədik. Bir klasterin 4 KB olduğu diskdəki D-User Anka xatirələr ünvanında olan array adlı qovluqda olan bütün fayllar və onların informasiya həcmləri haqqındakı məlumat cədvəldə verilmişdir. Aha.
Cədvəldə göstərilən fayllardan diskdə tutduğu yer bu faylın öz həcminə bərabər olan video faylı seçilir. Əla. Video faylı AVI, yaxud daha doğrusu FLV-yə baxıb AVI deyirəm. FLV, bir də AVI. Burada da diskdə tutduğu həcmlə öz həcmi bərabər olması üçün bu 4 kilobayta tam bölünən bir şey olmalıdır. 96 4-ə bölünür, eləyir 24, amma 66 bölünmür. Ona görə diskdə tutduğu yerlə öz həcmi bərabər olan array tımıdır. Nə deyir indi? Bu fayl seçilir və cut əmri icra olunur. Sonra D-users anka ünvanında yaradılmış temp qovluğuna keçid olunur. D-user ankada temp qovluğuna keçid olunur və ora past olunur. Cavabım olacaq D variantı 16-cı sualımız üçün. Keçdik 17-ci sualımıza. Proqramın nəticəsini müəyyən edin. Capitalize eləyir. Nə olur? İlk simvol böyüyür, olur böyüyü. Qalanlar kiçik. Yadigar. Olur bu formada. Sonra S.replace A-ları plusla əvəzləyir. Olur hansı formada? Yenə Y plus plus D I C plus plus R. Olur bu formada. Sonra nə edir? Bir dənə dövr başladı. Sıfırdan uzunluğuna kimi, yəni indeksdən müraciət edir. Hər dəfə erə hər bir simvolu bitişdirir. Y-nı erə soldan sağa bitişdirir. 2 dənə Y yanaşı düşmüş olur. 2 dənə Y yanaşı düşmüş olur. Y-ya oxşadım, sonra gəlib saçmayata. Y. Sonra keçir ikinci simvol. İkinci simvol plusu. Plusu həm soldan, həm sağdan. Sonra bu digər plusu həm soldan, həm sağdan. D-nı həm buradan, həm buradan. I-ni həm buradan, həm buradan. C-nı həm buradan, həm buradan. Digər plusları həm bu tərəfdən, həm bu tərəfdən. R-nı da həm buradan, həm buradan. Və bu formaya düşür bizim eğrimiz. Sonra nə edir? Üçüncü indeksdən axıra kimi 0, 1, 2, 3, C, I, D, plus plus, Y, Y, plus plus, D, I, C, plus plus, R. Bir də 0-dan 3-ə kimi 0, 1, 2. Yəni R plus plusu əlavə eləyir bizim erimizə. Yeni erin qiyməti olur 17-də. Deməli, burada bu xəta yəni düşüb, yəni burada nöqtə yoxdur əslində C-nin üstündə. Cavab olur biz üçün D variantı burada gördüyümüzdə. 17-ci sualda deməli cavabımız oldu D variantı. 18. Blok sayımı fragmentini Python proqramlaşdırma dilindəki təsvirini müəyyən edin. Baxaq. Deməli nə edir? Bir dənə dövrdür. X15, Y27-dir. X15, Y27, 15, 27, 15, 27. Hamısında bu düzdür. Əla. X Y-dən kiçik olduğu müddətcə X 2 vahid, Y 1 vahid artırır. X Y-dən kiçik olduğu müddətcə X Y-dən kiçik olduğu müddət hər dəfə çap eləmir, axırda çap eləyir. Gördüyümüz kimi yoxa gedəndə çap eləyir. X Y-dən kiçik olduğu müddətcə əla, yox, bu X və Y parçası olur. Yəni X və Y-dən ibarət bir list olur, parçası yox, list. Burada da yenə dövr yoxdur. Cavabım oldu C variantı. X kiçik Y olduğu müddətcə X 2 vahid, Y 1 vahid artırır. Axırda da gəlib nə edir? Cəmləyir, sonra da çapa verir burada olduğu kimi. Davam eləyək 19-cu sualımızdan. Deyir, tərtib edilmiş proqram bu ədədlər daxil edilir. Ədədlərin hər biri üçün icra edilərsə, neçə dəfə yes ifadəsi ekrana çıxar. Görək nə vaxt bu yes ifadəsi ekrana çıxır. S3-dən böyük olanda, S3-dən nə vaxt böyük olur? Bu ifə 3 dəfə girəndə. Bu ifə nə vaxt 3 dəfə girir? Ədədin son rəqəmi hər dəfə də rəqəmini silirsə, deməli bu rəqəmlərin baxılma prosesidir. Ədədin 3-dən böyük rəqəmlərin sayı. Ədədin 3-dən böyük rəqəmlərin sayı. Gəlib 3-ü keçəndə yes çıxışa verir. Əla. Ədəd 3 rəqəmli deyilsə, zaten əvvəldən gəlir n-i sıfırlayır, heç yesə gedib çıxamır. 3 rəqəmli, daha doğrusu 4 rəqəmli deyilsə. 3 rəqəmli ədədlərə ona görə əvvəlcədən çıxdım. Baxıram bu ədədə. 3-dən böyük rəqəmlərin sayı 1, 2, 3, 4, əla. 4 olan kimi gəlib yes çıxışa verəcək bu üçün. Bu üçün 3-dən böyük rəqəmlərin sayı 0-dır, verməyəcək. Bu üçün da verməyəcək. Bu üçün 1, 2, 3, 4, əla verəcək.
Bu üçün də görsənir ki, verəcək. Bu üçün görsənir ki, bir dənə də 3-dən böyük rəqəmlərin sayı verməyəcək. Yes. 1, 2, 3. 3 dənə ədədçin deməli 19-a yes çıxışa verir. Cavabım olur 19-cu sualda D variantı. Keçdim 20-ci suala. Proqramın nəticəsini müəyyən edin. Demək, x-a mənimsədir 3y, yəni 3 dənə 7, 21. Y-ə mənimsədir x minus y, 21 minus 7. Bu da olur 14. Bu da olur 14. İndi nə edir? Deyir ki, x bərabərdirmi? 21 bərabərdirmi? 14 plus 7, yəni bu düz. Ənd deyə sağ tərəfinə də baxıram. X 4-ə bölünəndirmi? Xeyr. If getdi. X bərabərdirmi y plus 7-yə? Hə. Y 7-yə bölünəndirmi? Hə. C çıxışa verdi. Bu if ödədi deyə elif ödədi deyə LC-yə girməyəcək. Bu if ödədi deyə bu LC-yə girməyəcək. Bir dənə C çıxışa verdi. Cavab oldu 20-ci sualda C variantı. 21-ci sualımıza baxaq. Klaviaturda daxil ediləcək ingilis əlifbasının simvollarından təşkil olunmuş sözlərdən ibarət S sətri üçün proqram nəyi çıxışa veriləcək? Sözlər arasında bir boşluq simvolu var. Əla. Nə deyir indi? I in S. I bir bu sözün simvolları olur. Boşluqdan fərqli olduğu müddətcə S-ni bir vahid artırır. Əla. Sözlər boşluq simvolu ilə ayrılıbsa bir söz, boşluq, ikinci söz, boşluq, üçüncü söz. Saya gəlir. Boşluq simvoluna çatanda sayı çıxışa verir, təzədən başlayır sıfırdan saymağa. Sözlərin uzunluqlarını çıxışa verir də. Hər bir sözün uzunluğunu. Cavab olacaq 21-ci sualda B variantımız. Baxaq 22-ci sualımıza. C dəyişənin çıxışa veriləcək qiymətini tapın. Bir dənə funksiyadır, ayırdım. Neynir? Deyir, for in range 0-dan len LS kimi. 0, 1, 2, 3 hər dəfə indeksinə müraciət edəcək də LS-in elementlərini bir-bir F siyahısına göndərir. Əgər qayda nəticə 0-dan fərqlidirsə, aha, onda nə edir? O cəmə əlavə eləyir C-yə. Funksiyamız indi bir dənə baxaq görək nə iş görür. Fikir verin funksiyada. Ədəd x-i alır. Və stringə çevirir. For in a string x deyir. Yəni A11 bu x-in elementləri olur. Yəni 42 yollasa bir dəfə 4, bir dəfə 2. Bu da rəqəmlərin cəmləyir. Bax bura kimi rəqəmlərin cəmləyir. Hər dəfə s-in üstünə həmən rəqəmlər gəlir. Deyir ki, əgər rəqəmlər cəminə bölünürsə, onda geriyə 1, əks halda 0. Bizdə də 1 qaytarmağı lazımdır da düzdür. İndi 42. 42-nin rəqəmləri cəmi 6-dır. 42 6-ya bölünürmü? Hə. Ona görə əlavə eləyəcək 42-ni. Sonra 54. 54-ün rəqəmləri cəmi 9-dur. 54-də yenə 9-a bölünəcək. 54-ü də əlavə eləyəcək bura. Sonra 25-in rəqəmləri cəmi 7-dir. 25 7-yə bölünməyəcək. Sonra 35. 35-in rəqəmləri cəmi eləyir neçə 8. 35 də 8-ə bölünməyəcək. So 64-ün rəqəmləri cəmi eləyir 10, 64 10-a bölünmür. 49-un rəqəmləri cəmi eləyir neçə? 13. 49 13-ə bölünürmü? Yox da bölünmür. 39. Heç nə. 222. Hə, bunun rəqəmləri cəmi 6-dır. 6-ya bölünməsi üçün 3-ə və 2-yə bölünməlidir. Deməli eləyir, hə, bölünür olur 37. 49 da şərti ödədi. 49 deyirəm, bax. Az qala diqqətsizlik eləyirdi. 222 də şərti ödədi. Sonra 81-in rəqəmləri cəmi 9-u 9-a ilə bölünür, eləyib 9. Yəni 81 də bölündü. Nədir? 272. Rəqəmləri cəmi neçədir? 11. Düzdür? 11. 11-ə bölünürmü? Xeyr. Bölünmür. 24 tam neçə eləyəcək də? Əla. Deməli, bunlar şərtləri ödədi. Bu ədədləri cəmləyəcək. Heç nə 42 plus 54. Bu eləyir 96, düzdür? 96-nın da üstünə gələm neçə? 222-ni eləyir neçə? 318. Əla. 318. Onun da üstünə 81-i gələm neçə eləyir? 399.
Cavabım olur A variantı. Ümid eləyirəm heç bir hesablama səhv eləmərik. 399 oldu cavabım A variantı. Baxırıq sonra 20 neçədir bu 3-cü sualma. Əla. 23-cü sual. Gəlin bunu da götürək. Word-də bir dənə həll eləyək ki, orada yerimiz olsun. Cədvəldə sorğular və axtarış nəticəsində internetdən tapılan səhifələr verilmişdir. Yadigar sorğusu nəticəsi. Bir dənə diqqətimizi hara cəmləyək? Bura. Yadigar and Cavid 0-dır. Yəni bu belə bir Venn diaqramıdır. Yadigar burada, Cavid burada. Anar and Yadigar. Anar da ortada. Anar and Yadigar 100'dür. 100. Bu biraz gərək böyük çəkərdim çünki oxuya bilməyəcəm. İndi bunu bir dənə ya biraz böyük çəkər ki oxunsun. Ya belə uzun sov çəkim ki ora ədədi yaza bilim. Aha, 100. Sonra Anar and Cavid 30. Ya demək yox, davam edək. Anar and Cavid 30. Bura 0 bildi. Anar 370'dir. Anar 370'dirsə ondan 130 çıxanda eləyəcək 240. 240. Cavid də 275'dirsə bura 175 qalır. Əla. İndi nə? Opsi 685. Opsi 685. 685'dən nə çıxmalı? Bura, yəni bura x deyirəm. Gəl anarı bütöv götürək də. Anar nədir? 370 plus buradakı 175. 175 plus x bərabər olub 685'ə. Bu nə idi işte bir dəqiqə. Nasıl çıxır? Hə. Deməli 685'ə. Deməli 685'dən nə çıxacaq? 685'dən çıxacaq nəyi? 685'dən çıxacaq 370, ondan da çıxacaq 175'i. Neçə eləyəcək indi? Demək 370 çıxanda 320, 315 qalır. 315'dən də gəlib 175 çıxsan, bu da eləyir 140. X olur 140. X olur 140. Amma tələsməyək. Niyə? Bizdən bir dəqiqə. Yadigarla Cavidin yerini qarışdırdıq bu arada. Bunu düzəldək. Ha, biz başdan onu qarışdırdıq deyə. Əslində heç bir şey dəyişməyəcək. Çünki bir dənə bununla bunun yeri dəyişəcək. Yo, səhv yazdık da, səhv ya. Burada da 175 yazmışdı. Ha, bir dənə bunu tez düzəldi. Yadigarla Cavidin. Niyə bunu sildim bilmirəm. Amma gəlin silək ki tam aydın olsun. Tez sildik. Demək Yadigar dedim bura, Cavid dedim bura. Anar and Yadigar 100'dür. Anar and Cavid 30. Ona görə Cavid 275 olduğuna görə bura 245 qalacaq. Anar opsisini bilirəm. Yadigar x desəm, x plus anar bura. Yəni 370 plus bir dənə bu hissə qaldı da 245. Bunların hamısının orutda, hamısının bitişməsi. Bu neçədir? 685. Əla. İndi biz 685'dən çıxmalıyıq nəyi? Çıxmalıyıq 245. O çıxanda nə qalır? 5 getdi. Deməli 240, 440 qalır da düzü. 440'dan da çıxıram neçəni? 370'i. O da eləyir neçə? 70. X indi oldu 70. Əla. Amma yenə də tələsmirik. Bura 70'dir. Bizdən nə soruşur? Yadigar. Yadigar bulan x-idir. Yəni 170. 23-cü sualda cavabım olacaq 170. Qayıtdım, burada da qeyd elədim 170. Bu mouse buradan çıxır. Hər dəfə. Aha, əla. Nasıl desək? Davam edək. 192. Yox, 24. A bərabərdir 192, B bərabərdir 1792. Onluq da A və B ədədlərin hasilinin ikilik say sistemindəki təsvirindəki sıfırların sayı. Gəlin belə eləyək.
Gəlin belə eləyək. Kirey sayı sistemindəki təsvirində hasil. Gəlin bunu da götürək. Gedək. 4-də yazaq. Yerimiz çox olsun. Bu niyə belə eləyir? Bir dəqiqə düzəldək. Əla. Baxın, nə edəcəm? AB-ni ayrı-ayrı birinci hesablayın. Necə? AB hasilini istəyir. 192. 192-ni necə yazacağam? Bax, bunu məsələn belə indi ağlıma 210 1024. 1024-ü 210 qaldı neçə 900 209 yəni 1024 512 yerdə qaldı 256 o da 208. Bu formada ifadə eləyə bilirəm də ikin qüvvətləri şəklində 1792-ni. Əla. Bu B. 192-ni necə yazaq? 192 128 çıxarsaq içindən. Heç nədə 64. 207 plus 206 kimi yaza bilərəm də. İndi gəlin belə eləyək. Bunların hasilini tapaq. Yəni bunları vuraq bir-birinə. Mötərizə vurub açıram. 217. 207-ni vuram, 207 vuram bunlara. 216. 215. Plus 216 plus 215 plus 214. 214. 215, 215, 216, 216. Oldu. Bunlar ikisi birləşdi oldu. 217, 2-dən 216. Bunlar da ikisi birləşdi oldu. 216. 217, 217, 218 plus 216 plus 214. Oldu sonda bu formada. Normalda bu bir 216 ilə 214 olmasaydı deyərdim 18-dən 0 var. Amma indi bu 2 dənəyə görə bu 18-dən olacaq 16 dənə və olacaq 24-cü sualında cavab 16. Yəni bu nədir? 218 var deyə 218 qüvvətindən var. 17 yoxdur, 16 var. 15 yoxdur. 14 var. 13, 12, yerdə qalanlar heç bir yoxdur. Sayısaz görəsiniz ki 16. Biz sadəcə sürətli həll metodlarımızdan istifadə elədik. Sürətli həll metodlarımız üçün dərslərdə iştirak edə bilərsiniz. Deməli cavab oldu 24. Neçənci sualım idi bu? 24-cü sual. 24 idi də yox. Yox, 24 nə idi? Deyən görün, necə tapdıq? 16, 16, 16. 16. Baxdıq 25-ci suala. Deyir 260 səhifədən ibarət olan informasiyanın ilk 2 və son 2 səhifəsində. Yəni bu 4 dənə səhifə eləyir də. 4 dənə səhifə eləyir. 4 dənə səhifədə, yəni 2 üstü 2 dənə səhifədə nə var? 2 üstü 9 vurulsun. 1536-yı yazacam nə? 1024 plus 512 kimi. 1024 plus 512 kimi. Yəni 2 üstü 10 plus 2 üstü 9 kimi. 1536-da. Bu qədər pikseldən ibarət monoxrom, yəni bir bitli qrafik təsvir. Əla. Gəlin biraz burada indi sadələşdirmələrimizi aparaq. Sadələşdirmə. Bu qrafik bu 4 dənə səhifədə olan idi. İlk 4-ündə olanın həcmidir. 4-ə də vurdum. Qalanlarında nə qədər səhifəsi qaldı? 256 dənə, yəni 208 dənə. Qalanında nə var? Deməli, orta hesabla 16 sətr, 204 dənə sətr. Hər sətirdə 207 simvol və 32 simvollu əlifbi ilə kodlaşdırıbsa 5 bitdir hər birinin həcmi. 5 bit. Gəlin indi bu da digər qalan. Bunların ikisinin cəmi mənə ümumi informasiya verəcək. Yuxarıdakını yazıram. Birinci və tərəziləri vurub açıram. 219 plus 218. Bunda qabağında 202 var. Bit. Bir dənə də açıram. 221 plus 220 bit.
Gəlin 2 bayta çevirək. Ya bitlə gedək. Elə çünki burada da bir sürətimiz də V də verib ki, 220 bit böl saniyə. Budur. Bu bir ki neçədir? 211, bu da 208. Elədi 219, 5 vurulsun 219. 5 vur 219 bit. Əla. Deməli, buna bu cəmliyyəsi olsam 221 plus 220, bunlar bitdi, bu da bitdi. Plus 5 vurulsun 219, bit elə bir mötərizə xaricdən çıxartdım, bit. Bu ümumi həcmdir. Ümumi həcmi bölürəm 220 bit böl saniyəyə. Çıxıram aşağı. Ümid edirəm buradakı şəklin bu yazıları, bayaqçıları tutmadı. Rahat görsəndi. Bu 1536 210 plus 510 1024 plus 512 kimi yazmışdım. Sonradan burada da vurdum, açdım. Deməli indi buna hesablayası olsaq, bir böl saniyə. Bitlər ixtisar gedər. Nə olacaq? 220-yə böləndə yuxarıdakı 201 plus 1 plus 219-u bölürəm. Bu tam saniyə olacaq, maraqlıdır. 219 bölürəm 220-yə qalır 2, 5 2-yə bölürəm eləyir nə? 2,5. Ümumi 2 plus 1, 3 plus 2,5 eləyir 5,5. Nə? Saniyə. Cavabım olur 5,5 saniyə bizim 25-ci sualımızda. 5,5. 26. Al, yenə bu da götürək, yerimiz olsun, orada yazaq. Deyir, algoritm icrasından sonra K dəyişənin çıxışa verilən qiyməti 256 olmuşdursa, bu 256 olubsa. Buna əsasən T dəyişənin girişə verilə biləcək ən kiçik natural qiymətini tap. Əla. K 256 olubsa, hər dəfə 4-ə vurursa, deməli 4 dəfə 4-ə vurmalıdır ki, 4 dəfə işləməlidir ki, 256 olsun. Onda bu hissələrdə 4 dəfə işləyib. Yəni bu S, biri də T. T'nin ilkin qiymətinə deyirəm, bir dənə X. T'nin ilkin qiyməti 51. X-in üstünə 3 gəlib, sonra 51-dən çıxıb X plus 3-ü. 4 dəfə eləyib də bunu. Sonra bir dənə 3 gəlib olub səfər 6, 51 minus X plus 3-dən çıxıb X plus 6-nı. Bir dəfə də eləyib X plus 9 olub, bir dəfə də gəlib yenə 51, 59 yaz. 51 minus nədir? Yenə T'nin yeni minus X plus 3, əvvəlki hissədə, əvvəlki hissə nədir bu? X plus 3, X plus 6-dan çıxıb X plus 9-u. Bir dəfə də 3 gəlib olub X plus neçə? 12. Yenə 51 minus X plus 3 minus X plus 6 minus X plus 9'dan çıxıb X plus 12'ni. Və dövr dayanıb. Bura kimi işləyib. Nə olub ki dayanıb? Deməli şərt pozulub da. Deməli T böyüdür S olub da. Buradakı X plus 12 böyük olub bundan. Bu da sadələşdirəsi olsam 51 minus 1, 2, 3, 4x minus 9, 18, 30. Minus 30. Bu formada olub. Keçsəm bu yana 5x böyüdür. 51'dən 30 çıxdım. 21. Ondan da 12 çıxdım. Daha doğrusu 21. 21'dən də 12 çıxdım. 9. X da böyüymüş. Nətən 1,8'dən. Deməli X-in ala biləcəyi ən kiçik qiymət 2'dir. Deməli T dəyişəninin girişə verilə biləcəyi ən kiçik qiyməti 2'dir. Natural qiymət soruşmuşdu bizdən. Natural deməsiydi bir tamamda natural deməsiydi əslində nə olacaqdı? 1,81'də nəsə. Cavabımız oldu 26-cı sualda 2. Keçdik 27-ci sualımıza. Yəni bunu da götürəcəm buradan. Çəki matrisini əsasən aşağıdakıları müəyyən edin. Birinci bir dənə baş diaqonalı çəkirəm.
Görürəm ki, simmetrikdir. Əla, bu adi qrafdır. Adi qrafdır. A və F məntəqələri arasındakı ən qısa yol. A-dan F-ə gedən ən qısa yol. A-dan haralara yol var? C-yə, Y-yə, F-ə, C-yə. A-dan C-yə 1-dir, Y-yə 2-dir, F-ə 12-dir, G-yə 5-dir. A-dan C-dən davam eləyəndə F-ə çatdım 12 ilə. Hələ ki ən qısam 12-dir. A-dan C-yə, C-dən hara var? A-ya var, ehtiyac yoxdur. C-dən gedə bilirəm D-yə, gedə bilirəm C-dən F-ə. D-yə getsəm 4, F-ə getsəm 7. 7, 1, 8. Hələ ki ən qısam 8. 4, 1. D-dən haralara gedə bilirəm? B-yə gedə bilirəm. C-yə qayıtmağa ehtiyac yoxdur. Bir də F-ə gedə bilirəm. B-yə gedə bilirəm neçə ilə? 7 ilə. Çox oldu. 8-i keçdi. Lazım deyil. F-ə gedə bilirəm 6 ilə D-dən. Yenə çox oldu. 8-i keçdi. Lazım deyil. Onsuz bizdən 8-dən kiçik cavab yoxdur deyə davam eləmirəm. Yazıram 1-ə A. 1-ə A. Qrafda olan tillərin sayı. Adi qrafdır deyə başlayan kanaldan ya yuxarıda ya aşağıdakı kanalları sayıram. 1 ədəd olan kanallar, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 2-yə getdi Y. Deməli 27-ci sualda 1A 2Y. 1A 2Y. Baxdım 28-ci suala, yenə götürdüm, getdim ora. Yermə. A və B tam ədədləri girişə verilmiş. Deyir, A-B parçasında olan hər bir qiymətə uyğun funksiyanın qiymətlərinin cəmini çıxışa verər. Deməli, birinci A ilə B-ni istəyirəm. Ümid edirəm, buradan yazsam görsənəcək rahat. Birinci gələm A ilə B-ni istəyirəm. A, vergül B. Sonra nə edirəm? A-B parçasında gəzəcəm. Əla. Nəsə cəmləyəcəm, bir dənə C götürürəm, 0. Deyirəm ki, A kiçik bərabərdir B olduğu müddətcə. Gəl həsində cəmə əlavə elə A-nı. Cəmə əlavə elə A-nı. Sonra A-nı bir vahid artır. Bu şərt ödəyirsə bir də cəmə əlavə elə A-nı. Məsələn 2 10 parçasıdır, hə? 2 10 parçası. 2-ni əlavə edirəm, 3 əlavə edirəm, 10-a kimi hamısını əlavə edirəm. 10-u da əlavə edirəm, axırda yoxa gedir. Cəmi çıxışa verirəm. Olur bu da bizi için bir dəqiqə. Məndən başqa şey soruşdu, funksiya soruşdu. Mən AB parçasında heç bura fikir vermədim. Mən nə etdim? AB parçasındakı ədədləri cəmlədim. Məndən başqa şey soruşdu. Nəyi soruşdu? Bu funksiyanın qiymətlərini cəmləməyimi istəyir. Hə, heç nə funksiyanı hesablayacağam. Nədir? A-nın qiymətinə uyğun. Ya gəl belə eləyək. Hətta burada x deyib deyə oxunarlığı artırmaq üçün gələcəm deyəcəm ki, x-i başladıram A-dan. X kiçikdir B-dən olduğu müddətcə, hər dəfədə x-i bir vahid artıracam. X-a mənimsədirəm x plus 1. Deməli nədir? X əgər bizə şərt veribdir, x kiçik bərabərdirsə 10-dan, gəl neynə? Həsində. Y-i bu formada hesabla, x plus 3 formasında. X plus 3 formasında. Yox ondan kiçik deyilsə, yoxa getdisə. Yoxa getsə deməli ondan böyükdür. Gəl bir dənə 25 ilə arasındakı münasibəti öyrənim. Sual verim. X kiçikdirmi 25-dən? Həsində gəlirəm nə edirəm? Y-i belə hesablayıram. Y-ə mənimsədirəm x minus 2-ni. Bunun da yoxunda deməli 25-dən böyükdür. Gəlib Y-i belə hesablaya bilərəm. Necə? Y-ə mənimsəd x kvadratı plus 1. Bu biraz səliqəsiz oldu. Bunun burasının üzərində. Hamısında Y hesabladım. Və fərqi yoxdur hansından hesabladım. Bir Y hesablayıram. Onu cəmə əlavə edirəm. Funksiyanın x-a uyğun qiymətlərini cəmdə toplayıram. Bütün hamısı üçün eləyirəm. Axırda gedib bu cəmi çıxışa verir. Bayaq sadəcə biz nə etmişdik? AB parçasındakıları cəmləmişdik. Nəsə bura kəsib eləməyəcəm elə necədir elə. Bu da oldu bu formada. Hər bir Y hesabladıq, hamısını cəmdə topladıq, axırda da cəmi çıxışa verdik. Hə, davam eləyək. Sonuncu sualımız nədir? Klaviaturadan daxil edilmiş ikili say sistemində olan ədəddə ilk rəqəmdən başqa digər mövqelərdə olan sıfırların
ilə birləri sıfırla əvəz etdikdən sonra alınmış ədədi 8-lik say sistemindəki təsvirini çıxışa verən proqram. Deməli, ikilik say sistemində bir ədəd girişə verir. N bərabərdir input. String kimi qəbul elədim. Bunun nə qarmağımı istəyir? İlk birindən başqa digər birləri sıfırdan, sıfırları birinə əvəzləmək. Bunu alıram listə. Bunu alıram listə. Nə edirəm? Deyirəm for in range birdən len n. Birdən uzunluğuna kimi get. Niyə birdən? Sıfırıncı indeksdəkini heç nə edəməyəcəm ona görə. Sıfırdakına dəyməyəcəm. Deyirəm if əgər n-in ikinci indeksində dayanan element 0 simvoludursa, onda gəl n-in ikinci indeksində dayanan elementə mənimsət 1-i. Əks halda n-in ikinci indeksindəki deməli 0 deyilsə 1-dir, onda n-in ikinci indeksinə mənimsət 0-ı. Dəyişdim. Əvəzlədim. İndi təzədən istəsəm bunu join eləyə bilərəm, yanaşı olar əvvəlki formasında. İndi sıfırları 1 ilə, birləri 0 ilə əvəzlədim, ilk simvol xaric. Elədim, ikilik say sistemində təzədən ədəd. Bir də təzədən deyək, niyə birdən başladım? Çünki mənim sualın şərtində demişdi, ilk rəqəmdən başqa. Mən də ilk rəqəm xaric, digər rəqəmlərin hər birini, əgər 0-dırsa 1 elədim, yox, əks halda 0 elədim. 0 deyilsə, onda deməli 1-də də 0 elədim. Elifdə yazmaq olardı, amma if yazmaq olmazdı, xəta olardı, if yazsaydıq. Çünki 1 eləyəcəkdi, 1 olduğuna görə qaytarıb təzədən 0 eləyəcəkdi. Əla, indi qaldı buradan 8-lik say sisteminə çeviririk. 8-lik say sisteminə necə çeviririk? Əslində qısa funksiyamız var. Int funksiyası ilə 10-luğa keçib, oradan da 8-liyə keçə bilərdik. Prosta biz indi algoritmik formada yazası olsuq əgər. Birinci 2-lik say sistemindən 8-lik say sisteminə çevirəndə nə edirik? 3-ü ayırırıq, düzdür? Tutaq ki, belə bir ədəddirsə. Bunu 3-ü ayırıram, amma burada yoxdur deyə bir dənə təsirsiz 0 atırdım. Yəni o halı eləyək. Deyirəm ki, bir dənə u götürürəm. U len n-ə bərabər olur, bunun uzunluğuna. Tutaq ki, uzunluğunun 3-ə bölünməsindən alınan qalıq mənə nə verəcək? Mənə onu verəcək ki, bunu 3-3 ayıranda, burada neçə dənə simvol tək qalır. Məsələn, bu ədədçin, buradakı ədədçin. 2 dənə simvol tək qalır. O görə qalıq olacaq 2. Mən 3-dən bu 2-ni çıxaraq, bilə bilərəm ki, bunun sol tərəfinə neçə dənə 0 əlavə eləməliyəm. Gələcəm, n-ə mənimsə edəcəm. 0 nə qədər? U sayda. Əlavə n-ə, amma sol tərəfdən bitişdir. Əla, 0-ı çatmır deyə 0 atdım. Amma burada bir hal var, o da vurğulayaq. Əgər 3-3 ayrıla bilirdisə, bu 3-ə bölünən olacaq. Yəni 3-ə bölünməsindən alınan qalıq 0 olacaq bunun uzunluğu. Və mən 3 qalacaq. 3 dənə 0 atmış olacam boş-boşuna. Amma bu mənim üçün heç bir təsir eləməyəcək deyə dəymirəm. Qoy qalsın, eybi yox. Nə olar ki? Olsun. İndi davam eləyirəm. İndi bunu nə edirdim? Üstünə 0, 1, 2, 3, 4, 5, yox, daha doğrusu, yox, 10-luğa keçəcəkdim. Sonra nə edirdim? 3-3 ayırandan sonra. Gəlirəm 3-3 baxa bilərəm də forla. Deyərəm for in range 0-dan len n-ə kimi get. 3-3 addımla. 8-lik say sistemində formalaşan ədədim də olsun, nə bilim C. Olsun 0. Yox. Nə? Bir dənə boş sətr. Deyirəm nə? İndi baxın. Burada əslində bir dənə epic pen açsam, orada göstərsəm daha aydın olar. İndi baxın. Nə edəcəm? Budur tutaq ki, ədədim 1, 1, 1, 0, 1, 0. Nə edim? Bir dənə for başlatdım. 0, 1, 2, 3, 4, 5. Bunlar indeksi. Və 3-3 artacaq. 0-dan sonra alacaq 3. İndi mən gəlib nə deyəcəm dövr daxilində? If. Əgər n-in ikinci indeksində dayanan element 1-dirsə. Əgər burada dayanan element 1-dirsə, bu 4 deməkdə 4-2-1 qaydası, düzdür? Burada bir dənə t götürürəm, bir dənə t başladıram. 0. Onda üstünə t-nin üstünə əlavə eləyirəm nə? T-yə əlavə eləyirəm 4. Bir dənə də if.
N'in i plus birinci indeksində dayanan element. Buradakı element 1-dirsə, 1 string formasında 1 olmalıdır. Diqqətli olaq çünki n stringdir. Buradakı ədəd 1-dirsə, onda nə? Onda 2 əlavə eləməliyəm t-yə. T plus 2. Kopyalayayım bir dənə. Yox, ikinci indeksinə dayanan element 1-dirsə, onda 1 əlavə eləməliyəm də 4, 2, 1 əsasən. Və nəticədə alınan t indi bunların üçü də 1-dir deyə 4, 2, 1-in hər birini əlavə eləyəcəm. Olacaq 7. 7-ni bu s-yə bitişdirəcəm. Çünki buradan da alınacaq nə? 2 sadəcə. 2 ilə 7-yi yanaşı yazmalıyam deyə. Nəticədə alınan t-ni gələm bitişdirirəm s-yə. String formasını bitişdirirəm s-yə. Əla. Əla. İndi bir dənə baxın nəyə diqqətli olaq. Nəyə diqqətli olaq. İndi bu halı gəlin əslində bu halı aradan çıxardaq. Bura bir dənə if atım. Deyim ki, əgər u fərqlidirsə 3-dən rahat olsun deyə. Daha 3-dən əlavə 0 atmasın da, onunla özümü burada görməyim. U 3-dən fərqlidirsə, deməli burada 0 çatışmır, onda 0 əlavə eləsin. Əla, bu bitəndən sonra 8-ci sistemdəki ədədim var, çıxışa verə bilərəm s-ni. Gəlin indi yoxlayaq. Necə yoxlayaq? Bir dənə birinci özümüzdən bir ədəd götürək. Özümüzdən bir ədəd götürək, yoxlayaq. Məsələn 1, 1, 0. Elə bu ədəd olsun da, niyə yoruruq ki? Elə bu ədəd olsun. Buradakı sıfırları 1-dən, 1-ləri 0-dan əvəzləyəm. İlki qalır. Bunlar olur 0, 0. Bu olur 1. Bu olur 0. Bu olur 1. Əla. 3-3 ayıranda oldu belə. Bu 4-dür. Bu da 4 ilə 1-dir. Yəni 5. 4, 5 olmalıdır. İndi ram vururam. Demə 3 dənə 1. 0, 1, 0. Oldu 4, 5. Doğrudur. Gəlin son sualımıza da baxaq. Nədir? Klaviaturdan daxil edilmiş n sayda natural ədədin Fibonacci sırasına aid olan ədədlərin ədədi ortasında çıxışa verəm. Gələm nə edirəm? Sürətli bir şəkildə gəldim. N-i istədim. N int input. For i in range. N dəfə işləsin. Hər dəfə ədəd istəyirəm. N-dən natural ədəd. Bir dənə burada funksiya yazıram. Funksiya daxilinə yollanan ədədin Fibonacci ədədi olub olmadığını geriyə qaytaracaq. Fibonacci ədədləri hansılardır? 1 ilə 1 ilə indi bizdə deyib şərtdə, yoxsa yox, bir dənə şərt verib. İlk Fibonacci ədədi deyir 1-lərdir. Birinci 1-dir, ikinci 1. Deyirəm ki, B kiçikdir n-dən olduğu müddətcə davam elə. Yəni Fibonacci ədədim bu ədəddən kiçik olduğu müddətcə. Yeni Fibonacci ədədini hesabla. A-ya mənimsəd B-ni, B-yə mənimsəd S-i. Bu dövrdən çıxanda əgər gəlib B-nə bərabər olub çıxsa, onda biləcəm ki, return 1 bu Fibonacci ədədidir. Əks halda return 0. Əla. İndi gəldim burada. Hər dəfə f funksiyasının içinə a-nı yollayıram. Deyirəm if f funksiyasının içinə a-nı yollayanda qaydan ədəd 1-dirsə, onda a Fibonacci ədədidir. Nə etməyimi istəyirdi? Ədədi ortasını tapmağım. Bir dənə say, bir dənə də cəm. Götürdüm 0. Gəlirəm, nə edirəm? Sayı bir vahid artırıram. Cəmi də a qədər artırıram. Axırda da gəlib nə edəcəm? Print cəm bölünsün sayla hesablamış olacam. İndi gəlin bir dənə də bunu da yoxlayaq. Tutaq ki 5 dənə də girişə veriləcəm. Fibonacci ədədləri məsələn 5 olsun, 8 olsun, 2 dənə Fibonacci ədədim olsun, qalanı 4 olsun. 2 dənə Fibonacci ədədim 5 ilə 8 cəmi elədi neçə? 13. 13-ü 2-yə də böləndə eləyir 6,5. Bu da bizim son sualımızın cavabı. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.